Xanım bizə 2 də pivə verərsiz? Ay, oruçluqdur. Ayıf deyilmə, piv içirsən sən. Ay qaqa mən içirəm də, brat sən içmirsən özün bilərsən. Ay, səni kimlərin yeri cəhənnəmlikdir. Ay qaqa hərə öz ayağından asacaqlar. Sən nə şə mən içirəm. Nə bilim məşi. Nemət müəllim, biz uşaqlarla həyətin işini qurtardıq, tam eticadı vurduq. Bayram vaxtıdır deyirdim, bizim ödənişi verə bilərsiniz. Oradan ya verim də düz deyirsən, bayram var. Sizə nə qədər idi? 800 manat müəllim. 50 manatla bitər elin yaxşı olasın. Müəllim 4 nəfər ögey, 50 manatla bayram vaxtıdır, bir bazarlıq Sən eləməliyik. bax zayilirsən, bax belə üz verəndə adamın başına çıxırsınız. Dedim verəcəm, də o birisi işləri də sizə gördürəcəm. Müəllim, bunu necə idarə eləyək biz? Danışma, deyinmə. Ay qaqa işin görüb qurtarmış da pulun veriydin də o yazdıqda o da evinə nə salıb aparsın da. Ay belə yaxşıdır, pulun hamısını verəndə işləmirlər. Yaxşı olmadı, ancaq 50 manatına qaracaq o yetim. Müəllim pivəmiz. Deyirəm utanmırsınız da, bax oruçluq ayında evə haram çörək aparmaq sənin nətər ürəyin gəlir. Gözəl gözətə qızsa. Ay müəllim, niyə elə deyirsiz? Haram niyə olur ki? Mənim evdə 2 dənə körpə qızım var. Bəs mən onları at saxlayım? Ay, cəmaatın işinə nəyə qarışsın? Niyə qəlbin qırırsan, qızım? Alo. Ha nə var bayaqdan yığırsan? Uşaq xəstəliyini vapur hökmədə, mən nə yığırsan? Bir dəyişətdilər, bir dəqiqə. Alo. Ay can balam. Dedim də 17 gün məndədir. Hədiyyə paketini bilirdi, gətirib çatdıracağam. Yaxşı, tamam, yoxdur. Dəyişətdilər bunlar. Ay Nemət, sən niyə belə eləyirsən? Ofisiantın qəlbini qırdın, işçinin pulunu kəsdin, evlə zəhər kimi danışdın. Kaş eləsə o pivə içərdin. Nə danışır ya bu? Məni də gətirdi